xanım Zəhra salamullahi aleyhanın həyatını oxusaq, orada biz həyanı görərik. Əgər onun xütbələrini oxuyub sözünü dinləmiş olsaq, onun sözlərində biz hikmət görərik. Əgər onun ailəsinə baxsaq, öz ailəsinə Əmirül Möminin əleyhissalamla, öz balaları ilə necə rəftar etdiyinə, davranışına baxsaq, biz o zaman xanım Zəhra salamullahi aleyhada mərifət görərik. Haqq uğrunda susmasına baxdıqda, o müqavimət göstərərək və dözümlük, əzm nümayiş etdirməsinə baxdıqda, biz xanım Zəhra salamullahi aleyhada izzət görərik, izzətin o simasını görərik. Ona görə xanım Zəhra salamullahi aleyha o qısa ömründə bizə dünya durduqca hikmətlər, nəsihətlər qoyub gedən bir əzəmətli xanımdır. Və xanım Zəhra salamullahi aleyhanın o qısa ömründə o fədakarlığı bir daha onu göstərdi ki, insanların yaddaşında qalması üçün, bir insanın tarixin yaddaşında tarixi bir şəxsiyyətə çevrilməsindən ötürü uzun-uzadı ömür sürməsi önəm kəsb eləmir. 18 il belə baxanda böyük bir ömür deyil. Bir daha onu təsdiqlədi ki, insanların yaddaşında və tarixin yaddaşında tarixi bir şəxsiyyət kimi formalaşmaq üçün Allahın insana verdiyi ömrü necə yaşaması önəm kəsb eləyir.